İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında nizamlanma ilə bağlı danışıqlar aparmaq üçün Misrə nümayəndə heyəti göndərəcək. Danışıqların Sinay yarımadasındakı Şarm el-Şeyx şəhərində baş tutması planlaşdırılıb. Oktyabrın 6-sında Şarm el-Şeyx şəhərinə yola düşəcək nümayəndə heyətinə İsrailin strateji planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək. Qeyd edək ki, danışıqlarda iştirak etmək üçün Amerika Birləşmiş Ştatları prezidentinin elçiləri Jared Kushner və Steve Witkoff Misrə gedib. Tərəflər İsrailli girovların Fələstinli əsirlərlə dəyişdirilməsi üçün uyğun şəraitin yaradılması, azad olunacaq məhbusların ilkin siyahılarının hazırlanması və dəyişmə prosesinin texniki detalları barədə razılıq əldə etməyə çalışacaqlar. Eyni zamanda danışıqlarda müharibənin sona çatdırılması, daimi sülhün təmin olunması və İsrailin Qəzzadakı yaşayış məntəqələrindən geri çəkilməsi müzakirə olunacaq.